Bugün Azərbaycanda Novruz bayramıdır. Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan xalqı Novruzu qələbə sevinci ilə qeyd edir. Artıq suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində Novruz bayramı böyük təntənə və qələbə sevinci ilə keçirilir. Hər bir Azərbaycanlı Novruzu bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə, sevinclə qeyd edir. Azərbaycan Respublikasının prezidenti Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları ölkəmizin hər yerində qalanır. Bu barədə öz fikirlərini Milli Məclisin deputatı Azər Allahverənov İKSAI TV-yə açıqlamasında bildirdi. Şübhəsiz ki, çox önəmli və sözün əsl mənasında bir çox parametrlərinə görə çox əhəmiyyətli olan bir bayramın astanasındayıq biz. Novruz bayramı tək Azərbaycan xalqı yox, bütövlükdə Türk dünyasının ən ülvi bayramlarından biridir və ən əlamətdar hadisələrdən biridir. Novruz yeni günün başlaması kimi də dəyərləndirilsə, amma biz tarixən görmüşük ki, Novruz sözün əsl mənasında ilin yenilənməsi ilə yanaşı həm də bir yeni arzular, yeni imkanların yaradılmasına şərait yarada biləcək bir bayramdır. Çünki siz fikir versəniz ki, bu bayramı da tamamilə fərqli bir abu-havada həmişə insanlar qeyd edir. İstənilən ailədə bugün, istənilən ocaq başında olan insanlar bugün planlarını cızırlar ki, Novruz bayramını biz necə qeyd eləyək. Bu, həqiqətən də çox önəmli bir hadisədir və hesab edirəm ki, bəli, belə bir şəraitdə ən böyük təbrik şübhəsiz ki, Azərbaycan xalqına düşür və onun timsalında da İKSAI TV-nin də əməkdaşları olaraq sizə də düşür və mən fürsətdən istifadə edib böyük məmnuniyyət hissi ilə Azərbaycan xalqını bu Novruz bayramı münasibəti ilə təbrik edirəm səmimi qəlbdən. Ən xoş arzularımı çatdırıram. Ən böyük istəyim də və arzum da güclü, qüdrətli Azərbaycan Respublikasının vətəndaşları olmaqla həmişə əmin-amanlıq şəraitində, həmsə sülh şəraitində yaşamağımızdır ki, bunun üçün də ölkə rəhbərliyi, cənab İlham Əliyev bütün imkanlardan istifadə edərək nəticə etibarilə Azərbaycanın daha da güclənməsinə və beynəlxalq münasibətlər sistemində bir orta ölkə olsa da belə lider dövlət qismində çıxış etməsinə səbəb ola biləcək bir siyasət yürütməkdədir və biz artıq görürük ki, Avrasiya qitəsində həyata keçirilən bir çox layihələrində təşəbbüskarı məhz Azərbaycandır və bu Novruz bayramında da mən arzulayıram ki, doğma Azərbaycanımız və bütövlükdə Türk dünyamız çox güclü olsun, söz sahibi olmaqla yanaşı, həm də ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirərək onun qoruyucusu, onun təminatçısı qismində hər zaman tanınsın və dünyanın mütərəqqi qüvvələri tərəfindən məhz belə qəbul edilsinlər. Bu baxımdan bir daha Azərbaycan xalqını təbrik edirəm və ən xoş arzularımı çatdırıram.